Büyük İskender dirilik suyunu hayatı boyu aktarmış ve bunu Nizami Gəncəvi İskəndərnamə poemasında təsvir etmiştir. O təsvirə görə dirilik suyu İskəndərlə yol yoldaşı olan Xızır Peyğəmbərə qismət olmuşdur və o əbədidir. İskəndər isə o suyu içə bilməmişdir. Bax, bu mənbərin də əsası Avestadadır. İnanız, Avestadadır bu mənbərin əsası. Avestada deyilir ki, Xaoma içkisini içən kəs ölümsüzdür və əbədidir. Bax, Xaoma içkisini bu adın özündə belə derik Xalik, yəni Allah. Bax, Xalik sözündə Allahın adı olduğu qədər Xaoma sözünün də özündə Allahın adı var.